Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə ev usulü türk baklavası hazır edəcəyik. İçinə gedən ərzaqlarımız 50 qram yumşaldılmış çörək yağı, 1 ədəd yumurta, 2 xörək qaşığı qatıq, 1 xörək qaşığı üzüm sirkəsi, 1 stəkan armud stəkandan duru yağ. Tökdükdən sonra üzərinə 4 stəkan un əlavə edəcəyik. Ola bilər unumuz artıq da əlavə etmək lazım olar. Unu əlavə elədikdən sonra 1 stəkan armud stəkanı su da əlavə edəcəyik. Sonra xəmirimizi yoğuracağıq. Görürsüz, yumuşaq bir xəmir alındı. Nə çox bərk, nə də çox belə ələ yapışan bir xəmir deyil. Xəmirimizi masanın üzərinə əlavə edirik və kündələrə ayırırıq. Kündələri mən mətbəx tərəzislərini çəkəcəyəm. Hər bir kündə 42 qramdan edəcəm. On 18 kündəyə böldüm. İndi həmən kündələri yığıb üzərini stresləyib soyuducuya qoyacağam. İstifadə etdikdə isə bir-bir götürəcəm. Yenidən həmin kündələri soyuducuda qalacaq. İçliyi üçün bizə 250 qram qoz ləpəsi lazım olacaq. Blenderdən keçirilmiş. Artıq burada başlayırıq. Nişastamızı bol tökürük ki, kündəmiz yaxşı açılsın. İlk tökdüyündə bol tökməliyik. Sonradan əlavə eləyəndə ona yaxşı yapışmayacaq. Gördüyünüz kimi mən açdım burada. Çox nazik. Görürsüz, o tərəf görünür. Nazik olmalıdır ki, içi də tam sonra pişsin. Eyni qayda ilə 7 kündəni bu formada açıb düzəcəyik. Artıq 7 kündədən sonra içliyimizi tökürük üzərinə hamısını. Yenə eyni qayda ilə içliyi tökəndən sonra 7 kündə də üst-üstəsi üçün eyni formada açıb düzəcəyik üstünə. Üstü üçün lazım olan xəmiri isə yekə açırıq ki, tam hər tərəfini tutsun, səliqəli formada çıxsın baklavalar. İndi doğramaya başlayırıq. Mən bu formada doğradım. Siz istəsəz başqa formada da doğraya bilərsiniz. Üzəri üçün 1 stəkan əridilmiş çörək yağı əlavə edirik.
Sonra isidilmiş sobaya göndərin. Sobanın dərəcəsi 200 dərəcədədir məndə. Siz aşağıda qoya bilərsiniz. Sobadan çıxartdıqdan sonra isə üzərinə soyuq şərbətimizi əlavə edirik. Şərbətimizə 3 stəkan şəkər tozu, 3 stəkan su əlavə edirik. Çox gözəl düş baklavalarımız alındı gördüyünüz kimi. Çox möhtəşəmdir. Belə videoların davamı gəlməsini istəyirsinizsə kanalıma abunə olmağı, videolarımı bəyənməyi və zəng işarəsini açmağı unutmayın. Videolarımı bəyənən, zəng işarəsini açan, kanalıma abunə olan hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Hələlik.